Salam, xoş gördük, hörmətli izləyicilər. Saray qəsbəsində bu ev navesti ev çıxdı satışa 100.000 manata. 4 sotun içərisindədir. Torpağı 4 sotdur. Yerləşdiyi ərazidə Saray qəsbəsində top market var. Top marketdən sağa dönürsünüz. Bir 200 metr gəldiniz, oradadır. Bax, navesti evdir, taxtıyla apşıqlı olunub, kurqavoy qoşadaşdır, sokolu bütün abrisovkadır, dəmir aşatqalarına qədər vurulub. Çox qəşəng navesi var həqiqətən. Hündürdür, havalı navesi, yəni həyəti boğmur. Hasarla ayrılıb, bağı buradadır. Bağa baxın. Bax, bütün bu, bax, hamısı bu evə aiddir, bax. Bu gördüyünüz əl damıdır, skladdır, hamamdır, tualetdir. Bu tikililər də hamısı bu evə aiddir. Torpağının çıxarışı ilə satılır, qaz, su, işıq sayğacları var. 100.000 manatdan da endirim olunacaq. Qəşəng padvalı da var, qupquru ərazidir. Pilləkənlər 5 daş kürsülüdür. Qupquru ərazi. Ümumiyyətlə, burada nəmişlikdən söhbət edə bilməz. Gəlin, zəhmət olmasa, bax, belə bir evdir. Bax, girdik koridorudur. Görürsünüz nə boyda koridordur, geniş. Hələ davam edir koridor, baxın. İndi otaqları göstərin, bir-bir baxın. Mətbəxə birinci baxaq. Bax, mətbəxidir bu. Mətbəx mebeli, qaz peçi, aspiratordur, qaz, su, işıq sayğaclar hamısı qaydasındadır. 15 ilin evidir. 15 ilin evi. Burada bir yataq otağı var. Görürsünüz, bax, bir yataq otağı. İndi hələ qonaq otağına baxın. Bir dənə zəhmət olmasa oradan bəri çəkin. Gör, nə boyda qonaq. Bu neçə metr olar qonaq otağı? Bax, bir dənə zala baxın. Gör, nə boyda zaldır. Qonaq otağıdır bu. Eni də enlidir, uzunu da uzundur. Sonra növbəti yataq otaqlarına baxaq. Hamısı böyük otaqlardır. 4 sotun içində 4 otaqlı evdir. Bax, bu da bir yataq otağı. Yəni, burada balaca xırda otağı yoxdur. Hamısı iri otaqlardır. Bir yataq otağı burada. Bunu da çəkək. Bir yataq otağı burada. Sonra davam eləyək. Bir dənə sanitar qovşaqlarına baxaq. Bax, burada evin girəcəyi qapısından düz gəlib çıxırsınız bura. Bu da sanitar qovşağıdır. Bir dənə oranı da zəhmət olmasa çəkək. Bax, bu da sanitar qovşağı. Görürsünüz? Bax, belə. Bir də izah eləyirəm. Deməli, Saray qəsəbəsində top marketdən döndü sola bir 250-300 metr məsafədədir bu ev. 4 sotun içində 4 otaqlı evdir. Kvadratı böyük evdir. Zalın elə böyük, kvadratın gördüyünüz böyüklüyün. 100.000 manata satışa çıxarıb ev yəsi. Qiymətində özü endirim eləyəcək. Mütləq gəlin özü ilə danışın. Yaxşı yerdədir. Səliqə saxmanı quru yerdədir. Ümumiyyətlə, suyun buradan xəbəri yox. Yəni, su basmazat burada olmur. Çünki ərazi biraz hündür ərazidir və quru yerdir. Mütləq gəlin bu yerə baxın. Sağ olun.